Salam əziz izləyicilər. Bu videoda DİM-in 20 sınaq kitabından 4-cü qrup üzrə 10-cu sınağı izah edəcəm. Mövzular karbohidratlar, azotlu üzvü birləşmələr, aminlər, amin turşular, zülallar və iri molekullu birləşmələrdir. Bu mövzulardan suallar salınıb bu sınağa. Suallar keçməzdən öncə onu deyim ki, əgər onlayn dərslər və ya sınaq qrupları haqqında məlumat almaq istəyirsinizsə, ekranda gördüyünüz nömrəyə yazın və yaxud zəng vurun. İndi isə keçirəm sualların izahına. Birinci sualda deyir ki, açıq quruluşlu qlükoza molekulunda asimetrik olmayan karbon atomlarının oksidləşmə dərəcələrinin cəmini hesablayın. Qlükozanın açıq quruluşunu yazaq. Deməli, C6H12O6-dır. 6 karbon birləşərək zəncir əmələ gətirirlər. Və birinci karbon karbonil qrupudur. Yəni aldehidlərdə olan COH qrupudur. Asimetrik karbon nədir bəs? Asimetrik 4 tərəfinə 4 müxtəlif atom və ya radikal birləşən karbondur. Qlükozada ulduzla işarələdiyim bu 4 karbon asimetrik karbondur. Yəni bu 4 karbonun 4 tərəfinə 4 müxtəlif atom və ya radikal birləşib. Asimetrik olmayan karbonlar 1-ci və 6-cı karbondur. İndi bu karbonların oksidləşmə dərəcələrini tapıb cəmini hesablamalıyıq. 1-ci karbonun dərəcəsini yanında olan oksigen və hidrogenlə birgə hesablayacağıq. 6-cı karbonun da dərəcəsini yenə yanında olan hidrogen və oksigenlə birgə hesablayacağıq. Öncə 1-ci karbondan başlayaq. Burada oksigen -2, hidrogen -1-dirsə, karbona da x desək, bunların üçünün cəmini 0-a bərabər etməliyik. X çıx 2 plus 1 bərabərdir 0-a, x də bərabərdir -1-ə. 6-cı karbonda CH2OH-ı hesablamalıyıq. Yenə hidrogeni -1 götürəcəyik, oksigeni -2, karbona da y desək, toplayıb 0-a bərabər etməliyik yenə. Y çıx 2 plus 3. 3 dənə hidrogen olduğuna görə 3-ə bərabər -3 götürəcəyik. Bərabər etsək 0-a, y nəyə bərabər olacaq? -1-ə bərabər olacaq. Deməli, asimetrik olmayan karbonlardan birinin dərəcəsi -1-dir, digərinin dərəcəsi -1-dir və onların cəmi 0-a bərabər olur. Cavab C variantı olacaq. Keçirik ikinci suala. Doymuş alifatik monoamindən söhbət gedir. Yəni, bu maddə CnH2n plus 1 NH2 formuluna malikdir. Tam yanması zamanı alınan maddələrin mol sayı bu cürdür. Karbon qazı 8A, azot A, su da B qədər alınır. Necə edək? Gəlin bunu yandıraq, bu maddəni. Alınsın buradan azot, alınsın su və karbon qazı. İndi əgər biz karbon qazına 8A deyiriksə, azota da A deyiriksə, necə edək? Bunu 1 mol götürsək, tutaq ki, 1 molunun tam yanması deyir də, bəli, şərtə baxın, 1 molunun tam yanması deyir. Onda biz A-nı 0,5 götürməliyik. Səbəb? Səbəb odur ki, 1 mol aminin tərkibində 1 azot atomu var. Onda A-nı biz 0,5 götürməliyik ki, reaksiyanın sağ tərəfində də azot atomu 1 mol olsun. A-nı 0,5 götürdüksə, 8A-nı 4 götürməliyik. 4-ə bərabər etməliyik. Bu da o deməkdir ki, sol tərəfdə 4 karbon var. Yəni, bu amin C4H9NH2-dir. C4H9NH2. Yəni, solda 11 hidrogen atomu var. Sağda da 11 olması üçün suyun əmsalına 5,5 yazmalıyıq. Yəni, suyun əmsalı B-dir. O da 5,5-ə bərabərdir. A variantı. Üçüncü sual. Maddələrin 1 molunda, 1 molekulunda olan oksigen atomlarının sayının artma sırasını müəyyən edin deyir. Sorbit spirti qlükozanın hidrogenləşməsindən alınır. Əgər qlükoza
C6H12O6 formuluna malikdirsə, üzərinə hidrogen gəldikdə sorbit spirti alınır. Bu C6H14O6 formuluna malik olacaq. Sorbit. Oksigen atomu nə qədərdir burada? 6 ədəddir. Glikon turşusu nədən alınır? Glukozanın oksidləşməsindən alınır. Gümüş 1 oksidin amonyakda məhlulu və ya mis 2 hidroksid vasitəsilə oksidləşməsindən alınır. C6H12O7 plus 2 mol gümüş çökür qabın dibinə. Yəni burada 7 oksigen atomu var. Söhbət glikonla gedir. Və riboza C5H10O5 formuluna malik olan bir monosaxariddir. 5 oksigen də burada var. Biz artma sırasını müəyyən etməliyiksə, ən az ribozadadır, yəni 3. Sonra sorbit spirtindədir, 1. Ən çox da glikon turşusundadır. 3-1-2 sırası cavab A variantı olacaq. Keçirik 4-cü suala. Glukozanın hidrogenləşməsindən nə alınır? Bayaq dedik, sorbit spirti alınır. Yəni X nədir? Gəlin sorbit spirtinin formulunu açıq yazaq. CH2OH, CHOH, 4 dənə CHOH davam eləyir. Və glukozanın karbonil qrupu da CH2OH-a çevrilir. Sorbit spirti 6 atomlu bir spirtdir. Glukozanın oksidləşməsindən isə glikon turşusu alınır. Yəni Y glikon turşusudur. Onun da formulunu yazaq. CH2OH, CHOH, 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 yenə CHOH və COOH. İndi X-daki sigma rabitələrin sayı A-dır, Y-daki sigma rabitələrin sayı B-dir. Biz də A-dan B-ni çıxacağıq cavabı tapmaq üçün. Belə deyək, sorbit spirtində də, glikon turşusunda da, baxın, bu hissələr eynidir. Yəni, bu hissələrdə olan sigma rabitələrin sayını hər ikisində bərabər götürəcəyik. Yəni, ora baxmasaq da olar. Bizə lazımdır birinci karbon ətrafına baxmaq. Yəni, baxın, mən düzbucaqlıya aldığım hissədən kənardakılara baxmaq. Yəni, bu hissədə görək neçə sigma rabitə var. Bir də bu hissədə görək neçə sigma rabitə var. Hesablayaq. CH2OH-da, yəni sorbit spirtində 1, 2, 3, 4, 5 sigma burada var. Glikon turşusunda COOH hissəsində də 1, 2, 3, 4 sigma var. Yəni A-dan B-ni çıxsaq, cavab 1 alınacaq. Y variantı. 5-ci sual deyir ki, hansı maddələrin molekullarında asimetrik karbon atomlarının sayı bərabərdir? Bir-bir çəkib baxmalıyıq. Ribit ribozanın hidrogenləşməsindən alınan bir spirtdir. 5 atomlu spirtdir. Burada neçə asimetrik karbon var? Yəni 4 tərəfinə 4 müxtəlif radikal birləşən neçə karbon var? Baxaq görüm. Bu karbon asimetrik deyil. Çünki 2 hidrogeni var. Bu karbon asimetrikdir. Bu asimetrik deyil. Çünki sol tərəfinə də, sağ tərəfinə də eyni radikal birləşib. Amma bu karbon asimetrikdir. Bu da asimetrik deyil. 2 asimetrik karbonu var. Sorbit spirtini yuxarıda çəkmişəm deyə bir də çəkmək istəmirəm. Sorbit spirtinin neçə asimetrik karbonu var? Baxaq. Bu deyil. Gəlin belə eləyək. Deməli, burada 4 dənə asimetrik karbonu var. Həmin 4 dənə karbon bunlardır. Baxın. Sorbit spirtində olan asimetrik karbonlar. 4. Alfa fruktoza. Aha. Açıq quruluşlu. Maraqlıdır. Alfa fruktoza. Çəkək fruktozanı. CH2OH, CHOH, yenə CHOH, CHOH.
Fruktozada ikinci karbon karbonil qrupudur. CH2OH. Fruktozada 3 dənə karbon asimetrikdir. Baxın, ulduzlarla işarə elədiyim karbonlar asimetrikdir. Glukozanın açıq quruluşunu çəksək, bir də çəkək, bayaq çəkmişdik haradasa. Glukozada 4 dənə karbon asimetrikdir. 4, 4. Eynidir 2 və 4, yəni C variantı. 6-da deyir ki, selüloza üçün hansı ifadələr doğrudur? Suda pis həll olur. Bəli, doğrudur bu. Polisaxaridlər suda pis həll olurlar. Monomeri alfa glukozadırmı? Xeyr, beta glukozadır. Alfa glukoza nişastanın monomeridir. Xətti quruluşludurmu? Bəli. Nişasta həm xətti, həm şaxəli quruluşludur. Selüloza xətti quruluşludur. Hidroliza uğramır deyir. Bu səhvdir. Selüloza hidroliza uğrayaraq beta glukozalara qədər gələ bilir, parçalana bilir. Doğrudur, Y variantı 1 və 3. 7-də nə deyir? Baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Alfa alanin və glisin. Yəni 2 dənə amin turşu. Glisin amin turşuların ilk nümayəndəsidir. Alfa alanin isə ikinci nümayəndəsidir. Öncə alfa alanini çəkək. Bu alfa alanindir. NH2, CH2, COOH. Bu da glisindir. İndi baxaq, lakmusa təsir etmir deyir. Bu ikisinə də aiddir. Çünki hər ikisində bir karboksil qrupu, bir də amin qrupu var. Yəni, hər ikisinin məhlulunda neytral mühit olduğuna görə lakmusun rəngi dəyişməyəcək. Molekulunda asimetrik karbon atomu var deyirsə, bu alfa alaninə aiddir. Baxın, ulduzla işarələdiyim karbon asimetrik karbondur. 2 gedir birinciyə. Molekulunda karbon atomlarının 7 hibrid orbitalı varsa, bu da glisinə aiddir. Çünki 2 karbon var glisində. Biri sp3, biri sp2 hibridləşməyə malikdir. sp3-ün 4, sp2-nin də 3 hibrid orbitalı var. Toplayanda 7 hibrid orbital alınır. Amma alfa alanində 3 karbondan ikisi sp3, biri sp2-dir. Toplayanda 11 hibrid orbitalı var. Polikondensləşir deyirsə, bu hər ikisinə aid olacaq yenə də. 4 gedir ortaya. Necə olacaq? 2, 3, 1, 4. Cavab B variantı olacaq. Davam edirik 8-ci sualla. Hansı maddə molekulları glikoza molekulundan ağırdır deyir. Fruktoza olmaz, çünki glikoza ilə izomerdir. Hər ikisi C6H12O6-dır. Sorbit spirti ağırdır, çünki glikozanın 2 hidrogenlə birləşməsindən sorbit spirti alınır. Yəni 2 atom hidrogenlə. 1 mol hidrogenlə deyək. Sorbit C6H14O6-dır. Həmçinin glikon turşusu da ağırdır. Çünki o da bir oksigen artıqdır. C6H12O7 formuluna malikdir. Ribit isə ribit alınır deməli ribozanın hidrogenlə birləşməsindən. Əgər riboza C5H10O5-dirsə, ribit də C5H12O5-dir. Təbii ki, ribit spirti glikozadan yüngül olacaq. Ağırdır 2 və 4 A variantı. 9-da deyir ki, polipropilen üçün hansı ifadələr doğrudur? Baxaq, polipropilenin elementar həlqəsini çəkirəm. Elementar halqasında deyir, ikili karbon atomu var. İkili karbon atomu var da, budur ikili karbon atomu. Aha, bu doğrudur. 2-də deyir, elementar halqasında üçlü karbon atomu yoxdur. Bu səhvdir. Baxın, bu karbon üçlü karbondur. Polikondensləşmə reaksiyası ilə alınmır, polimerləşmə ilə alınır. Elementar halqasında metil qrupu varmı? Var. CH3-dən söhbət gedir deməli. 4 də doğrudur. 1, 4 cavab B variantı olacaq. 10-cu sualla davam edirik. Polimer deməli, elementar halqasında karbon atomlarının sayı 2A-dırsa, pi rabitələrin sayı A-4-dür. Baxaq.
Kapron lifi. Deməli, omega amin kapron turşusunun polikandinsləşməsindən alınır kapron lifi. NH, CH2, 6CO. Yox. Kapron, bir dəqiqə. Kapronda toplam 6 karbon olmalıdır. Deməli, epsilon amin kapron turşusunun polikondensləşməsindən alınır kapron lifi. Burada karbon atomlarının sayı 6'dır. Yəni 2A bərabərdir 6'ya. A bərabərdir 3'ə. 3 çıx 4 mənfi 1. Yox, bu deyilmiş. Kapron lifi getdi. Enant lifi. Enant lifi də kapron lifindən 1 CH2 qədər çoxdur. Burada 7 karbon var elementar halqada. Yəni 2A'nı 7'ye bərabər etsək, A bərabər olacaq 3/5'ə. Pi rabitənin sayı yenə mənfi çıxacaq. Bu da deyil. Polimetil metakrilat. Çəkirəm. CH2, C, CH3, CO, OCH3, N. Burada da 5 karbon var. 2A'nı 5'ə bərabər etsək, A 2/5'ə bərabər olacaq. Pi rabitənin sayı yenə mənfi alınacaq. Ola bilməz. Neylon lifinə baxaq. Neylon lifinin elementar halqası heksametilen diamindən və adipin turşusundan yaranır. Baxaq, elementar halqasında 12 karbon var. 2A'nı 12'ye bərabər etsək, A bərabər olacaq 6'ya. 6 çıx 4 də 2'ye bərabər olacaq. Baxaq görüm, elementar halqada 2 dənə pi rabitəsi varmı? Var. Hardadır həmin 2 dənə pi rabitəsi? CO-da karbonla oksigen arasındadır. Baxın, hər karbonla oksigen arasında bir pi rabitə var. Deməli, cavab neylon lifidir. Təbii kauçuk, poliizopren. Onu da çəkək. CH2, CCH3, 2 qat rabitə CH, CH2, N. Burada da elementar halqada 5 karbon var. 2A bərabər etsək 5'ə, A da 2/5'ə bərabər olacaq. Pi rabitələrin sayı mənfi alınacaq. Ona görə biz Y variantını da götürə bilmirik. 11-ci sual. Amin turşu və alkilamin verilib. X-i müəyyən etməliyik. Amin turşuda 9 hidrogen var. Demək, bu 9 hidrogendən biri karboksildədir. İkisi amin qrupundadır. Qaldı 6 hidrogen. 6 hidrogeni də 3 dənə CH2'də yazacağıq. Toplam oldu 9 hidrogen. Karbon 4 dənədir. A bərabərdir 4'ə. Alkil amində də 4 karbon varsa, bu C4H9 NH2'dir. Yəni neçə hidrogeni var? 11 hidrogeni var. X 11'ə bərabərdir. 12. Glikoza, fruktoza və glukon turşusu. Mol sayıları eyni götürülsə, tam yanmasına sərf olunan oksigenin mol miqdarı nə qədərdir? Glikoza və fruktoza hər ikisi C6H12O6'dır. Birini yazsaq bəs eləyir. Üstünə oksigen gəlirəm. Alınır karbon qazı və su. Əmsallaşdıranda karbon qazına 6, suya 6, oksigenə də 6 yazacağıq. Yəni X və Y 6'ya bərabərdir. Glukon turşusu C6H12O7'dir. Glukozanın oksidləşməsindən alınır. Onun da yanma məhsulları eynidir. Karbon qazı və sudur. Əmsallaşdıranda karbon qazına və suya 6 yazacağıq. Yəni sağ tərəfdə 18 oksigen var. Solda 7 oksigen glukon turşusunun tərkibindədirsə, 11 oksigen də oksigen qazının tərkibindədir. Ona görə bura biz 5/5 yazmalıyıq. Z bərabər oldu 5/5'ə. Yəni X bərabərdir Y-a, o da böyükdür Z-dən. Cavab C variantı olacaq. 13. Hansı maddələr bipolyar ion əmələ gətirir? Söhbət amin turşulardan gedir. Gliserin amin turşu deyil. Glisin amin turşudur. Anilin deyil, alanin amin turşudur. 2 və 4. Yəni həm amin qrupu olan, həm də karboksil qrupu olan maddələrdə bipolyar ion əmələ gələ bilər.
14. Amin turşu nisbi molekul kütləsi dipeptidinin molyar kütləsi M'dir. Tripeptidinin molyar kütləsi M plus 71'dir. Amin turşunun nisbi molekul kütləsini hesablayın. Belə deyək, dipeptidin alınması üçün 2 mol amin turşu kondensləşməlidir. Alınmalıdır dipeptid və 1 mol su. Əgər dipeptidin molyar kütləsi M-dirsə, suyun molyar kütləsi 18-dirsə, deməli sol tərəfdə də 2 mol amin turşunun kütləsi M plus 18'ə bərabər olmalıdır. Onda belə çıxır ki, amin turşunun M-eri 0,5 M plus 9'dur. İndi tripeptidin alınmasına baxaq. 3 mol amin turşu kondensləşərək tripeptid əmələ gətirəcək və 2 mol su alınacaq. Tripeptidin kütləsi M plus 71'dir. Düzdürmü? Aha, biz nəyi tapmalıydıq? Amin turşunun nisbi molekul kütləsini. Aha, M plus 71'dir. 2 mol su da 36 qramdır. Yəni sağ tərəfdə nə qədər kütlə var? M plus 107 qram kütlə var. Solda da M plus 107 qram kütlə olmalıdır. Amma biz amin turşunun M-ni tapmışıq bu cür. Onu 3'ə vursaq, olacaq 1,5 M plus 27. İndi soldakı kütlə ilə sağdakı kütlə bir-birinə bərabərdirsə, mən yaza bilmərəmmi? 1,5 M plus 27 bərabərdir M plus 107. Yaza bilərəm əlbəttə ki. İndi 0,5 M bərabərdirsə 80'ə, M də bərabər olacaq 160'a. Biz dipeptidin kütləsini tapdıq 160. M-i tapdıq 160. İndi biz amin turşunun nisbi molekul kütləsini tapmalıyıq. O da 0,5 M plus 9'da axı. 0,5 M plus 9 bərabərdir. 0,5 vur 160 plus 9'a, yəni 89'a. Cavab B variantıdır. Deyir, hansı maddələr suda yaxşı həll olur? Glikoza olur, selluloza olmur, nişasta olmur, saxaroza olur. Yəni monosaxaridlər, disaxaridlər həll olurlar, polisaxaridlər yaxşı həll olmurlar. 1 və 4 doğru cavabdır. B variantıdır. 16'da deyir ki, molekulunda üçlü karbon atomu olan ikili amini müəyyən edin. Üçlü karbon atomu olan ikili amin. Dimetil etil amin. Dimetil etil amin. Bu ikili amin değil. Bu üçlü amindi. A gitti. Metil etil amin. Bəli, bu ikili amindi. Ama molekulunda üçlü karbon yoktu. İzobutil amin. Bu ümumiyyətlə birli amindir. Bu da değil. Metil izopropil amin. Deməli, metil bir tərəfinə də izopropil. Bu ikili amindir. Ama molekulunda üçlü karbonu yoktur. Bu karbon sizi çaşdırmasın. İkili karbondur. Çünkü iki karbona birleşib. Demek ki cevap Y variantıdır. Metil izobutil amin. Bəli. Bir tərəfində metil var. Bir tərəfində də izobutil var. Bakın bu amin hem üçlü hem ikili amindir. Çünkü NH3'ün 2 hidrogeni radikalla əvəz olunub. Hem de molekulunda üçlü karbon var. Cevap Y olacaq. 17'de deyir ki, maddelerin elementar halqasında metilen gruplarının sayının artma sırasını müəyyən edin. Neylon lifi. Aha. Heksametilen diamindən ve adipin turşusundan yaranmış bir polimerdi, bir lifti. Burada metilen gruplarının sayı 10'du. CH2'lerden söhbət gedir. 6'sı burada, 4'ü burada. Neylonda oldu 10. Kapron lifine baxaq. Kapron lifi NH, CH2, 5, CO.
Burada 5 dənə metilen qrupu görürük elementar həlqədə və lafsan lifi. Lafsan lifi yaranır etilen glikoldan və tereftal turşusundan. Burada da gördüğünüz kimi 2 dənə metilen qrupu var. Biz nə etməliydik? Artma sırasıyla düzməliydik. Deməli 3, 2, 1 olacaq. Doğru cavab A variantı olacaq. 18'də nə deyir? Polietilen, polistirol, poliizopren. Bir yazaq bunları. Polietilen budur. Polistirol. Budur. Poliizopren. Budur. Hidrogenlerin sayı eynidirsə karbonların sayı müqayisə olunacaq. Aha. Polietilində elementar həlqədə 4 hidrogen var. Polistirolda deməli C6H5 burasıdır. C2H3 də burasıdır. Bir dənə mən burada səhv eləmişəm. Düzəldim səhvimi. CH olmalıydı bu. Aha. 8 hidrogen var elementar həlqəsində və poliizoprende neçə hidrogen var? Orada da elementar həlqədə 8 hidrogen var. İndi biz ama hidrogenlerin sayını eyni götürürüksə, polietilendəki hidrogeni də mən 8'e tamamlayım. Yəni buradakı polimerləşmə dərəcəsini n yox 2n qəbul edim. Belə olan halda 8n hidrogen olacaq üçündə də. Karbon atomlarının sayını müqayisə eləyək. Deməli 4n karbon olur polietilende, 8n olur polistirolda ve burada ne kadar olur? 5n de olur poliizoprende. Yani B büyüktür C'den, o da büyüktür A'dan. Cevap D variantı alınır. Bu B'di, bu C'di, bu da A'dı. Ona göre D variantı alındı. Gəlirik 19-cu suala. Deyir hansı maddələrin yanma məhsullarından biri azotdur. Azotlu üzvü birləşmələri götürəcəyik. Metil amin, bəli amin olduğuna görə və bir də glisin amin turşu olduğuna görə. Bunların yanmasından azot qazı alınacaq. 1-3 doğru cavabdır. 20'də nə deyir? Fruktoza üçün hansı ifadələr doğru deyil? Fruktoza glikoza ilə izomerdir, bəli. Açıq quruluşlu molekulunda 4 asimetrik karbonu var. Xeyir 3 asimetrik karbonu var. Bayaq çəkib baxmışdıq. Bir də baxaq. Baxın, bu karbonlar asimetrikdir fruktozada. Qapalı quruluşlu molekulunda 24 sigma rabitə var deyir. Açıq quruluşluda neçədir ki sigma rabitə? Baxaq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 22, 23. Açıq quruluşunda əgər 23 sigma rabitə varsa, qapalıda da 24 olacaq. Bəli. Bir vahid artmalıdır. Polikondensləşməsindən nişasta alınır mı? Xeyr. Nişasta alınır alfa glikozanın polikondensləşməsindən. 1 və 3 doğrudur. Bizdən doğru olmayanlar soruşulur. 2 və 4'ü götürəcəyik. Y variantı. 21 deyir glisinin polipeptidi üçün hansı ifadələr doğrudur? 1. Mis 2 sulfat və natrium hidroksid qarışığı ilə qırmızı bənövşəyi rəng əmələ gətirir. Bəli. Glisinin polipeptidi artıq zülaldır və orada peptid rabitələri var. Mis 2 sulfat və natrium hidroksid qarışığı da peptid rabitələrini təyin edir. Qırmızı bənövşəyi rəng ilə. Bir doğrudur. 2'də deyir ki, qatı nitrat ilə sarı rəng əmələ gətirir. Bu çox adamı çaşdıra biləcək bir cümlədir. Əslində biz bilirik ki, demişik ki, kitablarda oxumuşuq ki, qatı nitrat zülallarla sarı rəng əmələ gətirir. Amma bütün zülallarla mı? Xeyr. Tərkibində benzol həlqəsi olan zülallarla. Amma glisinin polipeptidində benzol həlqəsi nə gəzir ki?
Ona görə də qatı nitrat bu zülalla sarı rəng əmələ gətirə bilməyəcək. 3-də deyir polimerləşmə reaksiyası ilə alınır. Xeyr, polikondensləşmə reaksiyası ilə alınır. Su da ayrılır. Doğru ifadələr yalnız 1. A variantı. 2-də deyir ki, dezoksiriboza və riboza üçün eyni olan nədir? Dezoksiriboza C5H10O4'dür. Riboza C5H10O5'dir. Hidrogen atomlarının sayı eynidir. Karbonun kütle payı eyni olmayacaq çünki emirlər eyni deyil. İkinci karbon atomunun oksidləşmə dərəcəsi eyni deyil. Çünki dezoksiribozada ikinci karbon atomu CH2'dir. Ribozada ikinci karbon atomu CHOH''dır. Yəni hidrogeni müsbət 1 desək, mənfi 2 olacaq dezoksiribozanın ikinci karbonunda oksidləşmə dərəcəsi. Ribozanın ikinci karbonuna birləşən hidrogenlərə müsbət 1, oksigənə mənfi 2 desək, karbon 0 dərəcə olacaq. Demək ki, eyni deyilmiş. Amma üçüncü karbon atomunun oksidləşmə dərəcəsi eyni olacaq. Çünki həm dezoksiribozada, həm də ribozada üçüncü karbon atomu budur. CHOH. Ona görə eyni olacaq. 1 və 4 doğru cavabdır. D variantı. 23 açıq suallara başlayırıq artıq. Alifatik monoamin yanma məhsulları 28 qram azotdur. Yəni bunu çevirək suya, mola 1 mol. Sonra su alınıb 198 qram. Bu eləyir 11 mol. Karbon qazının da kütləsini tapmalıyıq. Alifatik monoamin. Əgər 1 mol azot alınıbsa biz 2 mol götürmüşük həmin alifatik monoamini. CnH2n plus 1 NH2. Yəni azotların sayı 2 atom olsun deyə biz onu 2 mol götürdük. Plus oksigen alındı 1 mol azot plus 11 mol su, yəni 198 qram. Çünki suyun əmiri 18'dir. Və x mol da karbon qazı. İndi həmin x molu tapmalıyıq. Əgər sağda 22 hidrogen atomu varsa, solda da 22 hidrogen atomu olmalıdır. Yəni bu alifatik monoaminin 1 molunda 11 hidrogen var. Demək ki bu C4H9NH2'dir. Silib yazıram. 2 mol C4H9NH2 plus neçə molsa su. İndi karbon qazının əmsalı olacaq 8. Və oksigen əmsalını da tapaq. 11 oksigen burada, 16 oksigen burada, 27. 27'ni 2'yə böləndə 13,5 olacaq oksigenin əmsalı. Amma bizə oksigen əmsalı lazım deyil. Bizə nə lazımdır? Karbon qazının kütləsi lazımdır. Əgər mR karbon qazı 44'ə bərabərdirsə, 8 mol karbon qazının kütləsi 8 vur 44 olacaq. O da 352'yə bərabərdir. 24. Eyni bir amin turşunun əmələ gətirdiyi tetrapeptid molekulunda 43 atom varsa, amin turşu molekulunda atomların sayını hesablayın deyir. Tetrapeptid. Tetra 4 deməkdir. Deməli biz 4 mol amin turşunu kondensləşdirmişik. Almışıq tetrapeptid və amin turşunun mol sayından 1 mol az su alınacaq. Tetrapeptiddə 43 atom var. 3 mol suda da 9 mol atom var. Bunların cəmi 52 oldu. Deməli 4 mol amin turşuda da 52 atom var. Bəs 1 mol amin turşuda neçə atom var? 52'ni böləcəyik nəyə? 4'ə. 13 olacaq cavab. 25'də deyir hansı reaksiyalardan duz alınır? Aminlərin və amin turşuların turşularla reaksiyasından. Amin turşuların da həm qələvi ilə həm turşu ilə reaksiyasından duz alınır. Glisin H-xlor alınır. Gliserin H-xlor, xeyr, gliserin artıq spirtdir. Glisin natrium OH, bəli, alınır. Gliserin natrium OH, xeyr. Metil amin plus H-xlor, bəli.
1, 3, 5 doğru cavab olacaq. 26-da nə deyir? 174 qramında 28 qram azot olan alkil aminin 1 molunun tam yanmasından neçə mol su alınır? Alkil amin deyirsə, CnH2n plus 1 NH2 formuluna malikdir. Yəni bunun 1 molunda 1 mol azot atomu var. 14 qram. Bizə deyir 174 qramında 28 qram azot var. Əgər 174 qramında 28 qram azot varsa, görəsən neçə qramında 14 qram azot var? 174-ü 2-yə bölsək nə alınır? 87, eləmi? Yəni bizim alkil aminin emeri 87-dir. Bu formula uyğun emer necə tapılacaq? 14n plus 1 plus 16. Yəni 14n plus 17. 14n plus 17-ni də 87-yə bərabər etsək, 14n 70-ə, n də 5-ə bərabər olar. Yəni bu maddə C5H11NH2-dir. Deyir, bu maddənin 1 molunun tam yanmasından neçə mol su alınır? Baxın, 1 molunda 13 hidrogen var. 13 mol. Deməli, 6,5 mol su alınacaq ki, hidrogenlərin sayı elə 13 olaraq qalsın. Cavab 6,5. 27. Molekulunda oksigen atomlarının sayına görə maddələr uyğunlaşdıracaq. Dezoksiriboza C5H10O4 formuluna malikdir. Riboza C5H10O5 formuluna malikdir. Ribit spirti ribozanın hidrogenləşməsindən alınır. C5H12O5 formuluna malikdir. Glikoza C6H12O6 formuluna malikdir. Glikon turşusu da glikozanın oksidləşməsindən alınır. C6H12O7 formuluna malikdir. Glikon turşusu heç birinə aid deyil. Və situasiyalara çatdıq. Deyir, X maddəsinin gümüş bir oksidin amonyakda məhlulu ilə reaksiyasından Y alınır. Y həmçinin glikozanın qızqırma məhsullarından biridir. Glikozanın Y-a qızqırması zamanı əhəng suyunu bulandıran Z qazı ilə yanaşı T qazı da əmələ gəlir. Aha. Glikozanın 3 cür qızqırması var. Öncə buradan başlayaq. Bir qızqırması etil spirtinə qızqırmadır. Etil spirti və karbon qazı alınır. İkinci qızqırması yağ turşusuna qızqırmadır ki, burada karbon qazı və suda hidrogen qazı da alınır əlavə. Üçüncü qızqırması süd turşusuna qızqırmadır ki, burada əlavə heç bir maddə alınmır. Bizə deyir ki, glikozanın Y-a qızqırması zamanı əhəng suyunu bulandıran Z qazı alınır. Yəni Z qazı karbon qazıdır. Bir də əlavə T qazı da alınır. Deməli, söhbət gedir yağ turşusuna qızqırmadan. Burada T qazı da hidrogen qazıdır. Yəni Y maddəsi nədir? Yağ turşusudur. C3H7COOH. X da oksidləşərək Y-a çevrilirsə, X nədir bəs? C3H7COH-dır. Yəni yağ aldehididir. Bunları tapdıq. İndi keçirik suallara cavab verməyə. Y maddəsinin quruluş formulunu və beynəlxalq nomenklaturaya əsasən adını yazın. Y nə idi? Baxaq bura. Y, aha, yağ turşusuydu. Quruluş formulu yazırıq CH yox, üzr istəyirəm. C3H7COOH. Beynəlxalq adı da butan turşusudur. 29-da deyir, XZT-də rabitələrin yaranmasında iştirak edən elektronların sayını tapın. Yəni, rabitələrin sayını tapıb 2-yə vurmalıyıq. X nə idi? C3H7COH idi. Gəlin, lap açıq yazaq. Rabitələrin sayını tapmaq üçün. CH3, CH2, CH2, COH. Neçə rabitə var? 3, 4, 6, 7, 9, 10, 11, 12, 13 rabitə var. 13 vur 2-yə 26. Sonra Z və T hansı maddələrdir?
Karbon qazıdır, hidrogen qazıdır. Z və T. Z karbon qazıdır. Açıq quruluşunu yazıram. 4 rabitəsi var. 2-yə vuranda 8 elektron. T də hidrogen qazıdır. Burada da hidrogenlər arasında cəmi bir rabitə var. Onu da 2-yə vuranda ilə 2 alınır. Yəni biri 26, biri 8, biri də 2. 30'da deyir ki, qıcqırmaya uğradılan glukozanın kütləsi X-dir. Alınan maddələrin kütləsi M, M-16 onda 8'dir. M-i və X-i hesablayın. Reaksiyanı yazaq, əmsallaşdıraq. Alınır C3H7COOH plus 2 mol karbon qazı, 2 mol da hidrogen qazı. Hə, indi Y və T. Y buydu. T də hidrogen idi. M-16 onda 8. C3H7COOH-ın, yəni butan turşusunun emerini hesablayaq. 4 karbon var 48, 2 oksigen var 32, 8 hidrogen var 8. 88. 1 molu 88 qramdır. 2 mol hidrogen də 4 qramdır. Bunların arasında 84 qram fərq var. Bizə verilən ədədlər arasında isə 16,8 qram fərq var. 84-dən 5 dəfə balaca rəqəm. Deməli, reaksiyanın üstünə yazacağımız rəqəmlər, reaksiyanın altına yazacağımız rəqəmlərdən 5 dəfə kiçik olmalıdır. Məsələn, M 88-dən 5 dəfə kiçikdir. 88 böl 5'dir. Nə qədər edir bu? 17 onda 6 edir, eləmi? Bir də glukozanın öz emeri 180'dir. Biz də qızqırmaya uğradılan glukozanın kütləsini tapmalıyıq. X-i tapmalıyıq. O da 180 böl 5 olacaq. Yəni 36 olacaq. Yəni X-i tapdıq 36. Bir də M-i tapdıq neçə? 17,6 qram. Və salam, bu da sonuncu sual idi. Növbəti videolarda görüşənədək salamat qalın.